Salam, hər vaxtınız xeyir olsun. Sizi narahat edən Qazi Ceyhun Zeynalovdur. Bir neçə gün bundan qabaq sosial şəbəkələrdə vətənpərvər profili ilə aramızda cüzi anlaşılmazlıq olub və mən onun qazi olduğunu bilməmişəm, aprel döyüşçüsü olduğunu bilməmişəm, aprel qəhrəmanı olduğunu bilməmişəm və onun şəhid olduğunu bilməmişəm və ona əsəbi halda özümdən çıxaraq, indi məni tanıyanlar bilir, mən əsəbləşəndə necə bir aqressiya ilə cavab verirəm. Bilməyərəkdən ona ölü söymüşəm. Mirağa ilə aramızda olan ki, problem oturub söhbət eləmişik. Heç bir problem yoxdur. Buradan Mirağanın ailəsinə üzrxahlığımı bildirirəm. Onun şəhid olmuş atasının ruhundan üzr istəyirəm. Mirağadan üzr istəyirəm. Yəni mən onu bilməmişəm ki, o həm qazidir, həm şəhid oğludur. Aramızda olub anlaşılmazlıq. İndi bugünkü gündə çox şükür anlaşılmazlıq bitib. İstədim belə bir video çəkəm, ictimaiyyətə bildirəm ki, yəni aramızda belə bir anlaşılmazlıq baş verib.